Bəldə rayon Ağsaqqallar Şurası ümumi lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə kitab sərgisi təşkil edib. Rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri əvvəlcə ümumi lider Heydər Əliyevin Park bulvarında abidəsi önündə gül dəstələri düzüb. Dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildirdilər. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bugünü və xoşbəxt gələcəyə naminə misilsiz xidmətlərindən, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıb, yeniyetmə və gəncləri mütaliə etməyə çağırıblar. Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən Ulu Öndər Heydər Əliyevdən bəhs edən 4000 nüsxəyə yaxın nəşr nümayiş olundu. Açıq havada sərgilənən kitablar rayon sakinlərinin hədiyyə edilib. Sərgi sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb. Müsar Rafiqoğlu, Rauf Qarabağlı, Aran TV, Bəldə. Nereye?